Tamaşaçını niyə aldadırsınız? Mən aldatmışam. Bəli. Kaş hamı mənim kimi dürüst olar. Niyə çıxdın dedin İsa'nın verilişində ki... İsa'nın verilişində bilsən, bilirəm nə deyirsiniz. Bir deyil, olar mən Aycan. icazə verirsiniz. Buyurun, verdim. Canım bir bəla. Buyurun, eşidirəm sizi. Niyə tamaşaçı? Axı mən də səni tanıyıram. Səni bu camiyə da tanıyır. Bilir ki, Kəmalə Nəsibova həmişə brend giyinib. Hətta Etro'dur da o adını deyə bilərəm çünki dünya markasıdır. Hansı canım bu? Bu Etro deyil, bu Louis Vuitton'dur. Louis Vuitton'dur. Onun 500 euro qiyməti var. Niyə çıxdın dedin ki, mən heç vaxt brend giyinmirəm? Axı bilirsən ki, səni bilənlər bilir ki, onu giyinirsən. Yalandan mı dedin bunu? Mənim çox sevdiyim ağsaqqalım var, ağbirçəyim var. Onlar mənə dedi ki, sən zaten hamı elə ailələrə doğrudan belə... Görsənirsən, yoxsa brendsən? Yox, yox. Yox, sən sətralton, Yox, doğru. Mən olar sizə açıqlamam. Mən gördüm ki, vallahi çox gördüm səs-küyə. İnanmırlar da. Bir həmkarım çıxdı dedi ki, ay Allah 10 minə don olar, 10 minə cəmaat maşın alır. Cəmaat ay qrup penci var 10 mindir, 5000 evrodur, yəni 10 mindən çox edir. Vallahi doğrudan var. İndi ola bilər siz o dükkanlara getmirsiniz. O xanıma da sözüm ola bilər siz getmirsiniz, amma gedin də. Şəhərin o mərkəzindəki olan. Mən bilirsiniz niyə İsa'nın verilişində onu dedim. Çünki nəfs var, göz var. Gördüm ki, ay Allah, məclislərə artıq toylara gedə bilmirəm. Dedilər, ay Allah, bu qız oliqarxdır yəqin. Vallahi elə deyil, onun mən vaxtında indi olur, pul gəlir, məsəl üçün. Yalan danışma vaxtında, təzə almışsan, bu təzə kolleksiyadır. Mənim əlimə pul gəlir, Tolik, and olsun. Onu bir gündə də mən kül eləyən bir insanım da. Mən çatanda ağlayaramsın. Ona görə mən İsa'nın verilişində, Tolik, təbii ki, burada sizin efirdə də... Düşmanların sevinməsin, brend giyinirsən yəni. Burada xanım da vurğuladı ki, bəs niyə tamaşaçıları alladır? Ay xanım, mən orada bir söz işlətdim ki, şou proqramdır. Bu veriliş şou xarakterlidir də. Bura gələndə mənə Tolik sual verəndə, mən təbii ki deyirəm, oy Tolik belə geyindim, bəzəndim, gəldim. Bəli. Yəni bu o demək deyil ki, mən aldatdım cəmaatı. O Tolik də bilir ki, mən düz danışıram. Məni tanıyan insanlar da bilir. Yalancın deyil, şahid. Amma o günü İsa'nın verilişində artıq mən qərara gəldim ki, mən istəmirəm mənim giyinməni. Qərara gəldin, bundan da bahalı giyinəcəksən. Allah pul yetsin, amin, ya Rəbbim. Niyə də yox? Tolik, mən bir söz deyim. Bugün mən gözəl xanımam. Gözəl ailə, yəni ailə başçısı sayılıram. Çünki oğlumun yəni valideyniyəm, gözəl ona tərbiyə vermişəm. Mən çox, yəni bir uşaq o boyda, yəni IELTS bal bilirsiniz də, yəni o balı o boyda yığmaqla 8 bal yığmaq çox çətindir. Bəli. Yığıb qəbul edib, deməli mən ailə başçısıyam, oğluma düz tərbiyə vermişəm. Yaxşı yerdə oxuyur. Amma o deyilir, məsəl üçün belə geydim, belə onlar lazımsızdır. Düzdür, oldu, şoudur da. Bu şouda hər şey danışmaq olur. Amma sən həmişə brend geyinmirsən. Mən brend geyinmişəm, çünki mən həkim də olsam elə geyinəcəm, müəllim də olsam, çünki geyimlə insanı qarşılayırlar, ağlı ilə yola salırlar. Allaha şükür, mənə Allah geyim zövqü də verib, ağız zövqü də verib, makyaj elətdirmək zövqü də verib, hər şey yəni məndə. Təşəkkür edirəm.